Azərbaycanda yeni təzyiq dalğası. Onlarla insanın əmlakı donduruldu. Zəncan vilayətinin məhkəmə rəsmiləri Güney Azərbaycanın türk şəhərlərindən biri olan Zəncanda 52 nəfərin əmlakının müsadirə edildiyini açıqlayıb. Bu addım İranın mübahisəli casusluq və sionist rejimlə əməkdaşlığa görə cəzaların sərtləşdirilməsi qanununa əsasən həyata keçirilib. Zəncan vilayətinin məhkəmə rəisi Əli Fərəci Bərhəq bildirib ki, qərar məhkəmə göstərişi ilə icra olunub və müsadirə edilən əmlaklara real və xarici valyuta hesabları, qızıl, daşınar və daşınmaz əmlak daxildir. Məhkəmə qurumunun yaydığı məlumata görə bu halların 33-ü Zəncanda, 15-i Əbhərdə, 3-ü Xürrəmdərədə, bir hal isə Xudabəndə və Tehranda qeyd alınıb. Rəsmilər həmçinin bu işlə bağlı 7 nəfərin saxlanıldığını, bəzi şəxslərin isə İran xaricində olduğunu bildiriblər. Bu addım İran məhkəmə sisteminin istinad etdiyi qanunun hüquqşünaslar tərəfindən ciddi tənqid olunduğu bir vaxtda atılıb. Hazırda İranın bir neçə həbsxanasında ən azı 9 jurnalist peşə fəaliyyətinə görə həbsdədir. Bu haqda Beynəlxalq Jurnalistlər Federasiyası məlumat yayıb. Beynəlxalq təşkilat Rıza Vəlizadə, Məhəmməd Parsi, Artin Qəzənfəri, Sümeyyə Heydəri, Pedram Əlamdari, Kianüş Dərvişi, Müslüm Zareyi, Əmir Hüseyn Rızayı və Hamid Tizruyan adlı jurnalistlərin peşə borclarını yerinə yetirdiklərinə görə cəzalandırıldıqlarını bildirib. Bildirilib ki, bununla yanaşı onlarla jurnalist və media fəalına qarşı da cinayət işi açılıb və bundan onlara qarşı təzyiq vasitəsi kimi istifadə edilir. İranın Şiraz, Tehran və Türbət Heydəriyə şəhərlərinin həbsxanalarında 6 məhbus edam edilib. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Onlardan 4-ünün qətil, birinin isə narkotik maddələrin alverində günahlandırıldığı bildirilib. Qeyd edək ki, İran 2025-ci ildə ən azı 2159 nəfəri edam edib. Bu da 1981-ci ildən bəri İranda qeydə alınan ən yüksək rəqəmdir. Cari ildə isə onlarla siyasi məhbusun edam barədə məlumat verilsə də, edamların ümumi sayı barədə dəqiq açıqlama verilmir. Dünyanın hər yerindən 300-dən çox tanınmış insan haqları müdafiəçisi və siyasi fəal BMT Baş katibi Antonio Guterreşə İranda edamlarla bağlı məktub yazıb. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Onlar İranda sistematik edamlar və dəhşətli cinayətlərin artması barədə xəbərdarlıq edib və beynəlxalq ictimaiyyəti İranda edam dalğasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Məktubu imzalayanlar bildiriblər ki, İslam Respublikası 1 mart 2026-cı ildə regional gərginliyin başlanmasından bəri siyasi qeyri-sabitlikdən bir vasitə kimi istifadə edərək daxili repressiyaları, kütləvi həbsləri, işgəncə, dövlət qətillərini və internetin bağlanmasını gücləndirib. Qeyd edək ki, İran 2025-ci ildə ən azı 2159 nəfəri edam edib. Bu da 1981-ci ildən bəri İranda qeydə alınan ən yüksək rəqəmdir. Cari ildə isə onlarla siyasi məhbusun edam barədə məlumat verilsə də, edamların ümumi sayı barədə dəqiq açıqlama verilmir. Davam edirik. Bugün yerli vaxtla saat 03:10 dəqiqədə İranın Hörmüzqan əyalətində zəlzələ olub. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmik Mərkəzi məlumat yayıb. 4,7 bal gücündə olan yeraltı təkanın əyalətin Laft bölgəsində yerin 20 km dərinliyində baş verdiyi bildirilib. Mümkün dağıntılar barədə əlavə məlumat verilməyib. İran Milli Əhali Qərargahının nümayəndəsi bildirib ki, ölkədə nigah və doğum səviyyəsi o qədər azalıb ki, statistikaya əsasən nigahların sayı 2010-cu illə müqayisədə yarı-bayarı azalıb. Mərziyə Vahid Dəstgərdi Milli Əhali Günü ilə bağlı keçirilən tədbirdə qeyd edib ki, Əhalinin Vətəndaşlıq Qeydiyyatı İdarəsinin məlumatlarına görə 2010-cu ildə ən yüksək nigah göstəricisi 891.627 olub, lakin bu rəqəm 2025-ci ildə 431.021-ə düşüb ki, bu da təxminən 50% azalma deməkdir. Dəstgərdi həmçinin qeyd edib ki, 1404-cü ildə doğulanların sayı 892.278 olub. O, ölkəyə qarşı qısa müddət ərzində baş vermiş
iki müharibənin doğum göstəricilərinə birbaşa və danılmaz təsir göstərdiyini bildirib. O, İranın keçmiş rəhbəri Əli Xamneyinin əhali artımı ilə bağlı narahatlıqlarına da toxunaraq, əhalinin azalmasını İranın gələcəyi üçün ciddi təhlükə siqnalı adlandırıb. Dəstgərdi vurğulayıb ki, doğumların artırılması üçün əsas amillər dayanıqlı məşğulluq, mənzil təminatı və gənclərdə ümidin yaradılmasıdır. Onun sözlərinə görə, bu sahələr mövcud qanunvericilikdə kifayət qədər əhatə olunmayıb. İran Müəllimlər Birliyi məscidlərdə və bəsic mərkəzlərində uşaqlar və yeniyetmələr üçün təşkil olunduğu bildirilən hərbi təlimlərin beynəlxalq uşaq müdafiəsi standartlarını poza biləcəyi barədə xəbərdarlıq edib. Birlik sosial şəbəkələrdə yayılan videolara istinad etdiyi açıqlamada bəzi azyaşlıların Kalaşnikov və Winchester tipli silahlarla təşkilatlanmış şəkildə təlim keçdiyini bildirib. Qurum bu fəaliyyətləri uşaqlığın hərbiləşdirilməsi kimi qiymətləndirib və bunun İranın BMT-nin Uşaq Hüquqları Konvensiyası qarşısındakı öhdəliklərinin pozulması anlamına gələ biləcəyini vurğulayıb. Müəllimlər Birliyi məsələ ilə bağlı ölkə daxili və beynəlxalq məsul qurumlar tərəfindən müstəqil və şəffaf araşdırma aparılmasına çağırıb. Sepah müharibənin yenidən başlanması halında qarşıdurmanın bölgədən kənara yayıla biləcəyi barədə xəbərdarlıq edib. Əgər İrana həmlə təkrarlanarsa, vəd edilən regional müharibə bu dəfə regiondan kənara da yayılacaq deyə Sepahın bəyanatında bildirilib. Sepah, ABŞ və İsrailə qarşı bütün imkanlardan istifadə edilmədiyini və gözlənilməz yerlərə sarsıdıcı zərbələr endiriləcəyini iddia edib. Xəbərlərimiz davam edir. Birləşmiş Ərəb Əmirlikləri bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri son 48 saat ərzində 6 düşmən pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib. Rəsmi açıqlamada həmin dronların ölkə daxilində mülki və həyati əhəmiyyətli obyektləri hədəf almağa çalışdığı iddia olunub. Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyi bildirib ki, pilotsuz aparatların zərərsizləşdirilməsi nəticəsində heç bir itki qeydə alınmayıb və strateji obyektlərə zərər dəyməyib. Birləşmiş Ərəb Əmirlikləri beynəlxalq hüquq çərçivəsində öz suverenliyini və milli təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxladığını vurğulayıb. Həmçinin qeyd olunub ki, ölkənin silahlı qüvvələri dövlətin təhlükəsizliyi və milli sərvətlərinə qarşı istənilən təhdidə cavab verməyə tam hazırdır. Atom elektrik stansiyasına hücum edən dronlar İraqdan gəlib. Günas TV-nin məlumatına görə Birləşmiş Ərəb Əmirlikləri son hücumda Bərakə atom elektrik stansiyasına hədəf alan dronların İraq ərazisindən havaya qalxdığını açıqlayıb. Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyi çərşənbə axşamı yaydığı bəyanatda bildirib, 17 may 2026-cı ildə Bərakə atom elektrik stansiyasına açıq hücumla bağlı davam edən araşdırmalar çərçivəsində texniki izləmə və müşahidə təsdiqlədi ki, hər üç dron hamısı İraq ərazisindən qaynaqlanıb. Nazirlik həmçinin son 48 saat ərzində İraqdan Birləşmiş Ərəb Əmirlikləri hava məkanına daxil olan və mülki ərazilərlə həyati infrastruktur obyektlərini hədəf almağa çalışan daha 6 dronun zərərsizləşdirildiyini açıqlayıb. Bazar günü bu dronlardan biri məsuliyyətini hələlik heç bir qrupun üzərinə götürmədiyi hücum zamanı Əbu-Dabidəki Bərakə atom elektrik stansiyasının yaxınlığında yerləşən elektrik generatoruna çırpılıb və yanğına səbəb olub. Bərakə atom elektrik stansiyası Səudiyyə Ərəbistanı və Qətər sərhədlərinə yaxın yerləşir və Körfəz bölgəsinin ən həssas enerji infrastruktur obyektlərindən biri hesab olunur. Hücum bölgədə təhlükəsizliklə bağlı ciddi narahatlıqları və münaqişənin genişlənməsi ehtimalını artırıb. Səudiyyə Ərəbistanı da həmin gün İraq hava məkanından ölkəyə daxil olan 3 dronu ələ keçirərək məhv etdiyini açıqlayıb. ABŞ Hind okeanında İranla əlaqəli olduğu bildirilən bir neft tankerini ələ keçirib. Bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb. Məlumata görə sözü gedən gəmi ABŞ hökumətinin mart ayında sanksiya tətbiq etdiyi Skywave gəmisidir. Qeyd edək ki, bu İranla müharibənin başlanğıcından bəri ABŞ tərəfindən ələ keçirilən 3-cü neft tankeridir. Davam edirik. Rusiya prezidenti Vladimir Putin Donald Trampın Çinə son səfərindən bir həftə keçməmiş Xi Jinpinglə görüşmək üçün Pekinə yollanıb. Bu səfər Qərbin təzyiqləri fonunda Moskvanın Pekindən asılılığının daha da artdığı kimi qiymətləndirilir.
Kreml bildirib ki, səfərin məqsədi Rusiya ilə Çin arasında xüsusi strateji tərəfdaşlığı gücləndirməkdir. Putinin köməkçisi Yuri Ushakov isə səfərin aylar öncə planlaşdırıldığını və Trumpın son səfəri ilə əlaqəsi olmadığını deyib. Putin Pekinə 5 baş nazir, müavini 8 nazir və Rusiya Mərkəzi Bankının rəhbərinin daxil olduğu geniş nümayəndə heyəti ilə gedir. Bu da Moskvanın Pekinlə iqtisadi əlaqələrə verdiyi əhəmiyyəti göstərir. Rusiya-Ukrayna müharibəsinə görə Qərbin geniş sanksiyaları ilə üzləşdikdən sonra Çinlə münasibətlərə daha çox ehtiyac duyur və bu səfərdə həmin əlaqələri daha da möhkəmləndirmək cəhdi kimi qiymətləndirilir. Eyni zamanda Rusiyanın diplomatik təmaslarında fəal rol oynayan Kiril Dmitriyevin də heyətdə yer alması diqqət çəkib.